Salam əziz dostlar, hər vaxtınız xeyirli olsun. Bugün may ayının biridir. Bir neçə gündür ki yağışlı havadır, soyuqdur. Amma şükür Allaha bugün yağış dayanıb, arılar çalışır. Bir ailəni sizə göstərmək istəyirəm, zəif bir ailəni. Yəni bu ailə qışdan çox zəif bir arı ailəsi idi. Qışdan çox zəif çıxmışdı. Təxminən bir çərçivə yarım bunda arı olmaya qışda, yəni erkən yazda. Bu ailə demək olar ki mart ayında yox bir dərəcəsində idi əziz dostlar. Sadəcə mən bunu iki tərəfli istilik verdim. Bir müddət keçəndən sonra bir tərəfdən istiliyi götürdüm və digər tərəfdən saxladım. İndi sizinlə bunu paylaşıram ki, yəni arını nə qədər sıx saxlasaz, arını bir o qədər xəstəliklərlə mübarizə aparacaq, özünə o lazım olan mikroklimatı təmin eləyə biləcək, özündə qoruya biləcək dostlar. Getdik. Ya Allah. Demək dostlar, baxın, artıq 1, 2, 3, 4, 5, 6 çərçivədə bir ailədir. Baxın, bu döşəkçə də mənim hazırladığım döşəkçələrdəndir, samandandır. Təbii samandan hazırlamışam dostlar. Bunun heç bir qorxusu yoxdur. İndi də arı ailəsinə bəzi ailələr var ki, o lazımdır. Deməli, oy maşallah. Deməli, baxın dostlar, bu axırıncı çərçivədir. Axırıncı çərçivəyə də yumurtalı axırıncı çərçivəyə bu ana arı burada yumurta qoyub dostlar. Deməli, baxın, bütün çərçivələr arıdır, üstü möhürlü çərçivədir. Yəni sürfələr, üstü möhürlü sürfələrdir bu çərçivədə. 2. Yəni baxın dostlar, indi bundan sonra bu arını genişləndirməyin heç bir təhlükəsi, qorxusu yoxdur. Baxın, arılar çıxdıqca burada yenə də ana arı yumurta qoyub. 3. Hava yenə dəyişildi. Baxın dostlar, bu da üstü mühürlənmiş sürfələr. Gözəlçəmizi tapa bilmədim. Amma dostlar, bu ana arı keçən ilki ana arıdır. Yəni mən keçən ilki bölgülərlə yeni çıxmış ana arıları verirdim bölgülərə. Baxın dostlar. Görürsünüzmü? Buradan çıxan arıların yerinə yenə də yumurta ana arı atıb. Vay 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 vay, bağışlayın. Qoy bunu. Baxın. Deməli dostlar, baxın. Bütöv bir çərçivəni, 30-luq çərçivəni görün necə. Burada ana arı yumurta qoyub, üstü möhürlənmiş sürfələr tam sağlam, hər şey qaydasında. Baxın, bu küncdə ola bilir ki, künclərdən kiflənəndə arılar onu çeynəyib, təmizləyir, oranı hörüb, bura erkək şanı hörür. Yəni erkək arı ölçüsündə toxuyur ki, ana arı da məcburan bura erkək yumurtası qoyur, əziz dostlar. Bu da normaldır, bu adi bir şeydir. Bunu kəsib, doğramaq ehtiyac yoxdur. Mən həmişə demişəm, yenə də deyirəm.
Ya valla təbiətin əksinə getməyin. Yəni bu erkək arının sayına görə arı ailəsi biraz da çox bal gətirəcək. Yəni bunun heç bir qorxusu yoxdur. Kəsib dağıtmağa da ehtiyac yoxdur. Vaxtınızı da buna sərf eləməyin dostlar. Aha, baxın. Baxın dostlar. Bu gözəlçə keçən ilin 2024-cü ilin ana arısıdır. Yəni heç bir problemi yoxdur. Baxın, yumurta qoymağa yer axtarır dostlar. Gözəllər gözəli. Axırıncı çərçivədə biraz ballı, güləmli çərçivə oldu. Ona da ana arı yumurta atır. Yəni biz bu ailəni indi 2 ədəd də şam vərəqi vermək olar, 3 ədəd də vermək olar. Yəni buradan nə qədər arılar çıxacaq bir neçə günə, bunun heç bir qorxusu yoxdur daha dostlar. Demək bu ailə tam sağlam, tam normal. İndi baxın mən buna necə genişləndirirəm bunu. Deməli, baxın dostlar, bu cür tamamilə ağ, az ballı çərçivə. Onun üstündə qaşıyıb qoy yesinlər, təzədən yeni bu ilki bal vursunlar. Deməli, baxın dostlar, bu çərçivəni mən qoyuram birinci. Çünki ana arı bu çərçivəyə də yumurta qoymuşdu. Baxın dostlar, artıq ara kəsmə taxtasında da arılar var. Görürsünüzmü? Yəni bunun genişləndirməyə indi ehtiyacı var. Baxın, bir ədəd də az ballı, yəni ağ, təmiz, hörülmüş, keçən il yeni hörülmüş şandır dostlar. Bura hələ ana arı yumurta falan qoymayıb. Bal az ballı çərçivədir. Baxın, bunu da qoyuram bu tərəfdən. Çünki bütün çərçivələr yumurtalı, sürfəlidir. Yəni bu 6 çərçivəyə gəlib indi çatıb. 6 çərçivənin 6'sı da yumurtalı, sürfəlidir dostlar. Buna görə 2 az ballı çərçivə mən qoydum qıraqlarda. Və baxın indi nə edirəm. Yəni bu ailəyə ortaya atmaq biraz risklidir, qorxuludur. Çünki hələ arı ailəsi tam normal inkişaf etməyib. Yəni havalar da soyuq, dəyişkən. Ona görə indi bu əməliyyatı keçirmək olmaz. Baxın, şam vərəqi qoyuram 2025-ci il. Yəni bu təhlükəsiz genişləndirmədir dostlar. Yəni heç bir qorxusu yoxdur. Arılar toxuyacaqlar qıraqdakı şam vərəqini. Dərhal ana arı ora yumurta qoyacaq. Və hər şey olacaq super. Gördünüz mü dostlar? Baxın bu az ballı ramkanın çərçivəni qoydum bu tərəfdə. Bir ədəd də şam vərəqi 2025 qoyuram bu tərəfdən.
Əssalam dostlar. Gördünüzmü? 10 çərçivə tamamlandı. Əsas odur ki, 6 çərçivənin 6'sı da sürfəli, yumurtalı. Yəni yumurta azdır demək olar ki, bütövlü ilə sürfəli çərçivədir. Çünki bu qapalı sürfələrdən bir neçə gündən sonra minlərlə arılar çıxacaq və başlayacaqlar burada təmizlik işləri, mum hörmə işləri, süd ifraz etmə işləri və s. Yəni arı ailəsi də təxminən bir həftədən sonra burada artıq dolu arı olacaq əziz dostlar. Ana arıda bu iki yeni şam vərəqini toxuyandan sonra arılar ana arı ora yumurta qoymağa başlayacaq və ailə də super inkişaf edəcək dostlar. Baxın, belə bir ailə artıq bunun nə soğlanma təhlükəsi var, heç bir təhlükəsi yoxdur. Sağlam bir ailə kimi təxminən bir deyək, təxminən 10 gün ərzində, təxminən bir 10 gündən sonra bu arı ailəsinə artıq ikinci mərtəbədə verilmək olar əziz dostlar. Odur ki, videolarımıza baxın, yararlanın dostlar. Yenə də təkrarlayıram, gündüz vaxtları mən telefonu götürə bilmirəm dostlar. Axşam vaxtları kim istəyir zəng vurur, kim istəyir səs atır, kim istəyir mesaj yazır. İstər bütün kanallarımda, istər WhatsApp kanalımda, yəni WhatsApp telefonda bütün dostlara mən cavab yazıram. Yəni elə bir mesaj, elə bir şərh, elə bir səs yoxdur ki, mən onu cavabsız qoyum. İstər bugün başlayan arıçı olsun, istər 10 il başlayan arıçı olsun. Yəni hər kəs üçün mənim nömrəm yazılıb, azaddır, açıqdır. Amma o demək deyil ki, mən gündüz vaxtı səhər zəng vurur, saat 9'da, 8'də mən iş başında, qardaş, mən bir əlimdə arı çərçivəsi, bir əlimdə telefon, sənə mən nə izah edeyim? Mən fikrimi bura kəmliyim, yoxsa sənin suallarına cəmliyim? Yəni bir insanlıq naminə heç olmasa bir dərk eləmək lazımdır ki, mən də insanlara kömək etmək məqsədi ilə videolar paylaşıram. Baxın, bu videonu çəkmək mənim üçün nə qədər əziyyətdir, nə qədər vaxtdır. Onu çəkirəm ki, insanlar görsün, yeni başlayan arıçılar səhvlər etməsin, arını tez tələsməsinlər genişləndirməyə, soyuqlanmasın, arı sürfələri xəstələnməsin. Yəni mən bunları paylaşıram təmənnasız. Mənim heç bir kəsdən bir umacağım yox, heç bir kanaldan bir manat qazancım yox. Mən sadəcə insanlıq naminə videolar paylaşıram ki, insanlar maariflənsin, arı saxlamaq qaydalarını bilsin, öyrənsinlər. Budur, vəssalam dostlar. Odur ki, sağ olun, özünüzü qoruyun.